Salam qardaş, salam. Çeşka 1999-cu il. Təkər ölçüsü 17. Diskinin cəriməsi nə qədərdir? Mənə buna görə rayonda duracağa qoyub 150 manat cərimə tətbiq ediblər. Qərarsız gəlmişdi. Təzəlikcə qərarlı oldu. Bunu hara şikayət edə bilərəm? Təkər ölçülərinə görə avtomobilin sürücüsünə 150 manat cərimə yazmaq nətərsə elə bilin ki, bu Saharada balıq axtarırsan sən. Bax elə bir şeyə bənzəyir. Yəni mümkünatı yoxdur. Təkər ölçüsü avtomobilə uyğun deyilsə, maksimum 50 manat cəriməsi var. Və cərimə meydançasına aparmaq məsələsi. Cərimə meydançasına aparılması belə absurddur. 150 manat nədir ki? Bəs qərarlı əgər yazılıbsa, yəni şikayət varsa, o protokolda nə yazılıb 150 manat? Normativ tələb pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi. Sual versən ki, normativ tələb pozulmaqla hansı avadanlıq quraşdırmışam? Traktor təkəri qoymuşam mən avtomobilimə. Avtomobilə traktor təkəri qoysan, nə bilim, yük avtomobilinin təkərini qoysan, razıyam. Sən normativi pozursan. Çünki sənin avtomobilin minik avtomobilidir. Sən də traktor qoymusan. Yoxsa var ya Amerikada Prius'a belə böyük təkərlər clearance hündür. O deyərdim ki, nəsə. Amma qardaş bu 16-ya 17 qoyubsa və kitabçasında və zavod tələbindən əgər çıxırsa da, yəni böyük ihtimalle çıxır. Çıxırsa bir cüm 50 manat 50 manat cəriməsi var.